Bugün sizlə danışacağıq nə? Windows 11-də demək olar ki, başdan ayağa dəyişmiş File Explorer proqramı haqqında. Hansı ki, File Explorer adlanır fayl bələdçisi və fayl və qovluqların diskdə saxlanılma strukturu üzrə bir bələdçilik edən proqramdır. Hətta buna belə də deyirlər ki, faylların və qovluqların strukturuna iyerarxik şəkildə baxmağa imkan verir. Buyurun Aynur xanım. Üzr istəyirəm, müəllimə sözünüzü də kəsdim. Bu Buyurun. Windows 11-ə aid testlər olacaq. Bəli. Aha, belə danışan yadımda qalmır. Yenə biraz testi işləyəndə biraz bəlkə qalar. İşləyəcək. Deməli, File Explorer proqramına daxil olduğumuz zaman proqramın interfeysi bu formada görsənir. Bunu biraz da böyüdüm. Birinci proqramın hissələri haqqında danışaq sizlə. Ondan sonra danışacağıq bunun içərisindəki alətlər haqqında. Deməli, burada nə yerləşir? Buranda biraz böyüdük. Aha. Deməli, sağ yuxarı küncdə yerləşir pəncərəni idarə etmə düymələri, hansı ki, Close və ya Alt F4 proqram pəncərəsini bağlayır. Maximize proqram pəncərəsini böyüdür və yadınızdadırsa dünən dedim ki, artıq maksimallaşmada biz eyni zamanda 2, 3, 4 pəncərəni də eyni zamanda ekrana yerləşdirə bilərik və ya maksimallaşma ilə bütöv ekran boyunca da aça bilərik və maksimallaşmanı həyata keçirəndən sonra düymə çevrilir Restart Down düyməsinə və pəncərənin əvvəlki vəziyyətinə bərpa edir. Minimize düyməsi isə pəncərəni bükür. Hara? Taskbara. Sol yuxarı küncdə. Aha, bax bu hissə artıq buradan başlayaraq danışacaqlarımız Windows 10-dan fərqlənir. Burada yerləşir desktop. Bu nədir? Bu mənim hal-hazırda olduğum qovluğun adıdır. Məsələn, mən burada qəbullar qovluğuna keçsəm, baxın, artıq yuxarıda qovluğun adı dəyişdi. Və burada üstəgəl var. Üstəgəli klik edərək mən yeni bir burada qovluq yarada bilərəm. Məsələn, deyək ki, deyirəm ki, qoy bu tərəfdə də məsələn mən işləyim qəbullar qovluğu üzərində. Və yaxud da ki, yeni bir burada yenə bir pəncərə açıb, burada işləyərəm, məsələn, tutalım ki, dərs 8-9 qovluq üzərində. Bax, sanki bu Google-dakı necə pəncərələr, səhifələr açırsınız, bu da ona bənzəyir sanki. Belə üstəgələklə yeni qovluq pəncərələri açıb üzərində işləyə bilərsiniz. Daha sonra, burada digər bir hissəmiz yerləşir oxlarımız. Ox düyməsi geri ox əvvəlki qovluğa keçid eləyir. İrəli ox özündən sonrakı qovluğa keçid eləyir. Yuxarı ox isə üst səviyyəli qovluğa keçid eləyir. Və burada refresh düyməsi var. Bu isə yeniləmək üçündür. Daha sonra burada yerləşir ünvan sətri, hansı ki, siz hər hansısa bir qovluğa daxil olduğunuz zaman və yaxud da fayla daxil olduğunuz zaman onun həmin o qovluqların yolunu göstərir. Burada yerləşir search var. Bu isə axtarış üçündür. Hansı ki, siz File Explorer daxilində hər hansısa bir faylı, qovluğu axtararkən sürətli şəkildə buradan search barda, yəni axtarış hissəsindən axtarıb tapa bilərsiniz. Daha sonra bu sahənin aşağısında yerləşir alətlər paneli. Buradan nə etmək olar? New düyməsinə klik etməklə yeni qovluq, shortcutla qısa yol və yaxud da yeni fayllar yarada bilərsiniz. Sonra buradakı digər düyməmiz bizim qayçı, cut düyməsidir. Hansı ki, obyektin kəsib yerini dəyişmək üçün. Digər düyməmiz burada copy düyməsidir. Bu isə obyekti köçürmək üçündür. Yəni kopyalamaq. Digər düyməmiz isə burada paste düyməsidir. Bu isə mübadilə buferində olan obyekti kursorun olduğu yerə daxil etmək üçündür. Digər əmrimiz burada rename-dir. Bu seçilmiş obyektin adını dəyişir və biz bunu bilirik ki, klaviaturadan F2 düyməsinə klik etməklə də eləyə bilərik. Ya da obyektin adının üzərində 2 dəfə klik etməklə də biz bu prosesi həyata keçirə bilərik.
Daha sonra burada digər əmrimiz bizim share əmridir. Hansı ki, share əmri ilə siz obyektinizi paylaşa bilərsiniz. Məsələn, əgər kompüterinizdə hal-hazırda sosial şəbəkələriniz aktivdirsə, sosial şəbəkələriniz vasitəsilə paylaşa bilərsiniz. Teams-lə və yaxud da ki, Outlook-la və s. elektron poçtla da paylaşmağınız mümkündür. Daha sonra burada gəlir bizim view əmrimiz. View ilə nə edə bilərik biz? Bu görünüşdür. Hansı görünüşlərimiz var bizim? Extra large, ekstra böyük. Sonra large, böyük. Medium, orta ölçüdə görə bilərik. Daha sonra small, kiçik ölçüdə. Daha sonra gəlir. Bunlar bir növ ölçü rejimlərdir. Ekstra, böyük, böyük, orta və kiçik. Bunlar ölçülərdir. Bir də var onların düzülüş cəhətdən görünüş rejimi. Məsələn, list siyahı şəklində. Elə bilin ki, marketə gedirsiniz. Məsələn, yazıbsınız vərəqə ki, kartof, soğan, pesoq, qənd, nə bilim, çay. Onu nə edirsiniz? Alt-alta şəkildə adlarını yazırsınız. Burada da onun kimi baxın, ancaq adlar əks olunur. Bu qəbul sualıdır. Əgər bu formada şəkli kəsib versə ki, bu hansı görünüş rejimidir? Baxırsınız ki, hamısının adları alt-alta yazılıb. Deməli, bu nədir? Olacaq list görünüş rejimi. Digər görünüş rejimimiz details görünüş rejimidir. İçlərində olan ən detallı görünüş rejimi budur. Burada həm siz obyektin adını, həm son dəyişiklik tarixini, həm tipini, həm də ölçüsünü görə bilərsiniz. Daha sonra bu yeganə görünüş rejimidir ki, filtrləmə aparmağa, sortlama aparmağa imkan verir. Daha sonra digər görünüş rejimimiz tiles görünüş rejimidir. Burada isə sizin obyektləriniz əlifba sırası ilə sətr boyu düzülür. Baxın, əlifba sırası ilə sətr boyu bu formada düzüləcək. Daha sonra burada digər görünüş rejimimiz content görünüş rejimidir. Bu da görünüşünə görə rahat seçilir. Obyektlərin hamısı sanki belə bir-birindən düz xəttlərlə ayrılır. Yəni, şəkil suallarını bu formada rahat seçə bilərsiniz. Daha sonra burada var, deməli, bunu keçirdək biz list görünüş rejiminə, yadlar rahatlılarca keçirdik. Daha sonra, deməli, burada var details pane. Bu nədir? Bunu aktivləşdirdiyiniz zaman sizin qovluq pəncərənizin sağ tərəfində o seçilmiş obyektlə bağlı detallar görsənir. Məsələn, deyək ki, mən möhkəmləndirmə sınağını seçdim. Baxın, sağ tərəfdə bu obyektin adı, tipi, ölçüsü, yeri, son dəyişiklik tarixi, müəllifi kimdir, nə bilim, neçə səhifəsi var. Yəni, onunla bağlı detalları görə bilirsiniz. Bir də burada nəyimiz var? View-nun içində preview pane var. Bu nədir? Siz obyekti açmadan pəncərənin sağ tərəfində obyektin tərkibini görürsünüz. Yəni, buna ön baxış deyirlər. Faylı, qovluğunuzu açmadan siz onun sağ tərəfdə tərkibini bu formada görə bilərsiniz. Daha sonra buradan nəyə baxa bilərik biz? Show daxilində nə etmək olar? Show göstərməkdir. Yəni, nəyi göstərək, nəyi göstərməyək. Naviqasiya panelində hal-hazırda belə bir quş işarəsi var. Bu nə üçündür? Bu bizim sol tərəfdəki naviqasiya panelimizin əks olunması üçündür. Məsələn, mən bu naviqasiyanın qabağındakı quşu götürsəm, artıq baxın, naviqasiya paneli görsənmir. Daha sonra burada bizim digər əmrimiz compact view-dur. Burayla nə edə bilərik? Ümumiyyətlə, bir də bunu deyim ki, naviqasiya panelində fikir verin. Məsələn, burada bizim qovluqlarımızın bəzilərinin qabağında belə bir ox işarəsi var. Məsələn, sual yarana bilər ki, bu ox işarələri nəyə görə əks olunur? Bunun səbəbi odur ki, bu ox işarələri göstərir ki, bu qovluğun daxilində qovluq var. Yəni, bu ox işarələrinin əks olunma səbəbi onunla bağlıdır. Daha sonra gəlin qayıdaq sizlə show-nun içərisinə. Deməli, dedik ki, bizim burada digər əməliyyatımız compact view-dur. Bu isə sizin obyektlərinizi daha sıx şəkildə yerləşdirmək üçündür. Baxın, əvvələ nisbətən daha dar, daha sıx şəkildə görsənir. Əlbəttə, bu çox vaxt belə rahat görünüş təmin eləmir. Ona görə elə bir bu formada yaxşıdır. Daha sonra item checkboxes sizin obyektlərinizin yanında belə bir seçim qutusu əlavə edir ki, siz seçimlərinizi belə formada, qutu formasında apara biləsiniz.
Ümumiyyətlə isə biz Windows-ondan artıq məlumatdayıq ki, əgər mən obyekti ardıcıl şəkildə seçmək istəyirəmsə, klaviaturada hansı düymə sıxılı olmalıdır? Kontrol. Ardıcıl seçimlərdə. Ardıcılda shift, o birisindədir kontrol. Bəli, ardıcıl seçimlərdə deyirik, shift düyməsi sıxılı olmalıdır. Amma və yaxud da bu belə də deyə bilərik, qonşu obyektlərin seçilməsi üçün shift. Amma qonşu olmayan seçimlərdə isə kontrol düyməsindən istifadə olunur. Daha sonra burada file name extensions fayllarınızın ad genişlənmələrini də əks elətdirir ki, məsələn, tutalım bu PDF-dir, bu JPG-dir və s. Ad genişlənmələrindən birgə əks elətdirir. Daha sonra burada hidden items isə seçilmiş obyekti gizlətmək və gizlədilmiş obyektləri görməyimiz üçündür. Məsələn, mən hər hansısa bir obyekti burada gizlətsəm və o gizlədilmişi də görmək istəyirəmsə, hidden items aktiv etsəm, gizlədilmişləri də görmüş olacağam. Daha sonra burada yerləşir bizim belə bir zibil qabı işarəmiz var. Bu delete əmrinə işarə eləyir. Bu seçilmiş obyekti silir. İndi belə bir sual verim. Obyekt hansı formada silinən zaman səbətə düşmədən silinər? Shift delete-nə. Bəli, shift delete-nə silinən zaman səbətə düşmədən silinir. Daha sonra burada yerləşir sort əmri. Bu obyektləri sortlaşdırmaq üçündür. Nəyə əsasən sortlaşdırma aparmaq olar? Name adına görə, date tarixə görə, tipinə görə və yaxud da ki, burada ölçüyə görə, yaradılma tarixi, dəyişiklik tarixi və s. görə də biz sortlaşdırma apara bilərik. Daha sonra ascending var, artma ardıcıllığı, yəni əlifba sırası ilə A-dan Z-ə doğru və ya descending azalma ardıcıllığı, yəni əlifba sırasına görə Z-dən A-ya doğru da sortlaşdırma aparmaq olar. Sonra burada group by var. Bu isə obyektləri qruplaşdırmaq üçündür və qruplaşdıranda da nəyə əsasən qruplaşdırmaq istəyirsiniz, buradan seçimlərinizi eləyə bilərsiniz. Daha sonra burada yerləşir belə bir 3 dənə bizim nöqtəmiz var. 3 nöqtə bu əlavə alətlər panelidir. Buradan siz seçilmiş obyekti pin to quick access-lə cəld müraciətə pin eləyə bilərsiniz. Select all bütün obyektləri seçir. Select none seçilmiş obyektləri ləğv edir. Daha sonra invert selection isə bu bizə Windows-ondan məlumdur bu əmrlərimiz ki, invert selection seçilmişləri ləğv edir, seçilməmişləri isə seçən bir əmrdir. Daha sonra məsələn burada compress to zip file var. Compress sözünün mənası biz bunu real həyatda da istifadə edirik də, deyirik nəyisə compressdə, yəni sıx. Bax bu arxivləşdirmək üçündür. Yəni compress görsəz arxivləşdirmək üçündür. Copy paste seçilmiş obyektin yolunu köçürür mübadilə buferinə. Daha sonra burada yerləşir bizim properties əmrimiz. Bu isə seçilmiş obyektin xüsusiyyətlərinə baxmaq üçündür ki, obyektin adı nədir, tipi nədir, yeri hardadır, ölçüsü nə qədərdir, diskdə nə qədər yer tutur. Sonra, məsələn, qovluqdursa, qovluğun içində neçə fayl, neçə qovluq var və s. Və burada bilirik ki, bizim 2 dənə atributumuz var. Ya mən read-only atributu seçə bilərəm ki, bu yalnız oxunan kimi açılsın, ya da hidden-dan mən bunu gizlədə bilərəm. Windows-ondan deyin görüm. Obyekt hansı halda solğun rəngdə görsənir? Hidden-da müəllim. Bir də cut olanda. Bəli, həm cut, həm də hidden olunan zaman seçilmiş obyekt solğun rəngdə olur. Aha. Daha sonra başqa nə edə bilərik biz buradan? Dediyim kimi sol tərəfimiz bizim naviqasiya panelimizdir. Burada home hissəsi var. Buradan nə edə bilərik? Bu sanki bizim cəld əvvəl Windows-onda burada quick access yazılırdı. Cəld müraciət. İndi isə bura home adını veriblər. Hansı ki siz buradan son istifadə elədiyiniz faylların siyahısına, sonra burada məsələn Windows-onda yox idi, amma burada var, favoritlər var. İstəsəz hansı faylları çox istifadə edirsinizsə, yəni bunu daim əlinizin altında olmasını istəyirsinizsə, burada favoritlər var, sevimlilər. Həmin fayllarınızı seçib gətirib burada əlavə edə bilərsiniz ki, daha sürətli şəkildə əldə edib işləyəsiniz. Və yaxud da shared, nəyi paylaşmısınızsa, paylaşılanları da siz bu shared hissəsində əldə edə bilərsiniz. Daha sonra bizim
Pəncərəmizin aşağıdakı yerləşən sətri adlanır status bar, yəni vəziyyət sətri. Məsələn, deyək ki, mən daxil oldum desktop qovluğuna. Burada 40 items yazılıbsa, bu o deməkdir ki, mənim bu qovluğumun içində 40 dənə obyektim var. İndi mən bunların içindən müəyyən bir obyektləri seçəcəm. Aha. Mən deməli burada 7 dənə obyekt seçdim. Aşağıya baxın, görün nə yazılıb? 40 items və 7 items selected. Demişəm də harda selected sözünü görsəz, o selected-i seçilmiş kimi yadda saxlayın. Bu o deməkdir ki, sizin bu qovluğunuzda, desktopunuzda 40 dənə obyekt var və onlardan 7 dənəsi də seçilib. Yəni o yazılan 7 seçilənlərin sayını göstərir. İndi belə bir sual versə, ekranın şəklini verə. Deyək ki, bax bu seçilmiş qovluqların üzərində invert selection əmri tətbiq olunsa, neçə seçilmiş qovluğumuz olar? Sizcə cavab nə olar? 33. Niyə 33? Seçilmişləri seçir, seçilməmişləri də seçir. Seçilmişləri seçmir, tərsini eləyir də. 7-si seçilibsə, yerdə Bəli, 33 qalır. şəklə baxıram ki, 40 dənədən 7-si seçilib. Mən də bilirəm ki, invert selection tərs adamdır da. Bu mənim seçdiklərimi yox, mənim bəsə girmək üçün gedir o birləri götürür. O zaman 40-dan 7 çıxıram 33. Deməli, bu gedir yerdə qalan 33 dənəni seçən bir əmrdir. Yaxşı, belə bir sual verim. Obyektin adını dedik ki, mən buradan gəlib alətlər panelindən rename ilə dəyişə bilərəm. Sonra klaviaturadan F2 ilə dəyişə bilərəm. Bir də obyektin özünün üzərində 2 dəfə klikləsəm, yoxsa adının üzərində 2 dəfə klikləsəm dəyişə bilərəm. Adının üzərində, bəli, bu da çaşdırıcı məqamdır. Obyektin özünün üzərində 2 dəfə klikləsəm, obyekt açılır. Amma adının üzərində 2 dəfə klikləsəm, onda artıq ad dəyişməni həyata keçirmək olur. Bir dənə də yolumuz var. Mən bir şey soruşa bilərəm, üzr Buyurun. istəyirəm. Birinci dediniz, F2-ni dediniz, ad dediniz, bir də hansını dediniz? Bir də obyektin adının üzərində 2 dəfə klikləmək. O, F2, bir dənəsi var idi. Rename-nə. Rename deyirsiniz. Yuxarıda var o, yuxarıda nəsə. Aha, baxın budur. Bax, piktogramı sağ ol. budur. Rename. Buyurun, çox sağ ol. Buyurun. Bir dənə də yolumuz var. 4-cü bir yol. Necə eləyə bilərik? Bax, bir dənə fikirləşin. Bax, bunu kontekst menüsunda açıram sizin üçün. Bir baxın, görün buradan necə dəyişmək olar. Bax, elə bir əmr ki, həmin o əmrin içində obyektin adı var. Məsəl üçün, mən oradan adı dəyişə bilirəm. Show more options-da. Yox, show more options gedir Windows-ondakı kontekst menünü açır. Bu aidiyyatı yoxdur. Məndə üstdə copy-nin yanındakı knopka. Yox, o da rename-dir də. Onu istəmirəm. O rename dedik. Başqa bir şey istəyirəm. Properties qalır bir dənə. Bəli, properties. Baxın, propertiesdə bizim obyektimizin adı var. Mən istəsəm, buradan da gəlib adı dəyişib, ok eləsəm, buradan da ad dəyişə bilər. Daha sonra belə bir sual verim. Əgər mən obyekti copy eləmişəmsə, onu neçə dəfə paste eləyə bilərəm? İstənilən qədər müəllimə. Mübadilə buferindən silinənə qədər Aha. istənilən sayda. Bəs əgər mən obyekti kat eləmişəmsə, nə qədər eləmək olar? Katda bir dəfə. Bəli, katda bir dəfə. Bəs hansı halda obyektin shortcutını yaratmaq olmur, qısa yolunu yaratmaq olmur? Read only olanda müəllimə. Yox. Mən obyektin üzərində hansı əməliyyatı icra etsəm, həmin obyektin shortcutını yaratmaq olmaz. Yadda saxlayın, əgər obyekt kat olunubsa, məsələn, özümüzdən burada bir dənə qovluq yaradaq. Aha, indi mən bu qovluğu kat eləyirəm. İndi gəlin, boş bir yerdə baxaq. Ağlım getdi Windows-un kontekst menüsünü, orada rahat belə bu formada görsənirdi. Baxaq, show more options-da. Yox, burada da verilməyib.
Aha. Əvvəllər yadınızdadırsa Windows 10-un kontekst menyusunda həm paste, həm də paste shortcut görsənirdi. Burada artıq Windows 11-də onu göstərmir kontekst menyusunda. Eybi yoxdur. Yenə də bunu əlavə bir məlumat kimi yadda saxlayaq ki, əgər obyekt kat olunubsa, biz ondan shortcut yarada bilməyəcəyik. Bəs yaxşı, belə bir sual verim. Müəllimə bu funksiya daha yoxdur da, eləmi? 11-də Kontekst yoxdur. menyuda yoxdur. Hə. Əslində var da, yəni belə bir Bəli, şey. bəli. Bir də buradan görək new-dan eləyə bilirikmi? Yox, yox. Aha. İndi belə bir sual verim sizə. Deməli. Dünən kontekst menyu haqqında danışmışdıq sizlə. Mənə deyin görüm. Refresh neynir? F4 mənim yeniləyir də ekranı. Yeniləmə F4-dür. F5. F5-dir. F5 Allah refresh. çox Qafiyə kimi F5 refresh. Bəs əgər mən sonuncu əməliyyatı ləğv etmək istəyirəmsə, hansı düymə kombinasiyasından istifadə olunur? Ctrl Z. Aha, bəs ləğv olunmuş əməliyyatı bərpa etmək üçün? Ctrl Y. Aha. Bu əmrlərin adları nədir? Undo redo. Undo redo, bəli. Daha sonra yoldaşlar, belə bir sual verim. Bizim 4 dənə pəncərə növümüz var idi. Windows 10-dan bu bizə məlumdur. Hansı pəncərə növlərimiz var idi? Məsələn, bax hal-hazırda bu File Explorer pəncərəsi nə pəncərəsi adlanır? Bu qovluq pəncərəsidir. Bundan əlavə var dialoq pəncərəsi. Bax, bizim bu qarşımıza çıxan pəncərə dialoq pəncərəsidir və yeganə pəncərədir ki, bunun ölçüsünü dəyişdirə bilmirik və bu pəncərə aktiv olan zaman siz arxa fonda hər hansısa bir pəncərə üzərində əməliyyat yerinə yetirə bilmirsiniz. Sonra digər bir pəncərəmiz tətbiqi proqram pəncərəsidir və daha sonra digər bir pəncərəmiz isə sorğu sistemi pəncərəsidir. Bundan əlavə biz nədən danışdıq dünən sizlə? Məsələn, start menyusu haqqında danışdıq. Bəs startdan əlavə bunu soruşun. Bax, bu taskbarın sol aşağı küncündəki bu düymənin adı nədir? Bax, bu əməliyyatın. Widgets. Widgetlar, bəli. Daha sonra, bəs start menyusu necə açılır? Üzərinə sol düyməni klikləyəndə Ctrl Escape-nə. Bir dənə də var yolu. Alt. Start altdan açılır. Yox. Biri Ctrl Esc, biri üzərində mouse'un sol düyməsi. Bəli. Klaviaturadan Bəli, bir də klaviaturadan Win düyməsi. Sonra bizim burada yeni bir funksiyamız var idi. Hansı ki demişdik ki Windows 10-dakı Cortana artıq burada taskbar üzərində yoxdur. Amma bunu əvəz eləyə biləcək yeni bir ChatGPT texnologiyasına bənzəyən bir əmrimiz var. Hansı? Copilot. Bəli, Copilot funksiyamız var. Daha sonra belə bir sual verim. Taskbarın üzərində mouse'un sağ düyməsini klik elədiyimiz zaman belə bir menyu açılır. Buradakı bu task meneceri mən klaviaturadan necə aça bilərəm? Hansı düymə kombinasiyası ilə? Task meneceri. Bəli. Ctrl Shift Escape-dir. Bəli, Ctrl Shift Escape. Aha. Daha sonra yoldaşlar, gəlin sizlə biz danışaq. Bir də Windows 11-in settingsi haqqında. Deməli, settingsə daxil olduğumuz zaman belə bir qarşımıza pəncərə çıxır. Burada siz
Bu fikir verin Windows-ondan bu da kütləvi sürətdə fərqlənir. Hansı ki siz burada məsələn istifadəçi hesabınızı, istifadəçi profilinizi, adınızı burada görə bilərsiniz sol yuxarı küncdə. Daha sonra burada yerləşir məsələn hansı şəbəkəyə qoşulmusunuz şəbəkə məlumatı. Daha sonra Windows-un daimi olaraq update, yəni yenilənmələrini buradan yoxlaya bilərsiniz. Deməli, Home, əvvəlcə gəlin Home menyusu haqqında sizinlə danışaq. Home-da belə deyək də, daha çox sistemin ümumi parametrlərini biz buradan məsəl üçün tənzimləyirik. Məsəl üçün buradan tövsiyə olunan parametrlər var, hansı ki taskbara, displeyə və yaxud da kameranı buradan tənzimləyə bilərsiniz. Sonra Bluetooth-u, daha sonra bateriya məlumatları buradan tənzimlənə bilər. Daha sonra məsəl üçün burada istifadəçi hesabını idarə edə bilərsiniz. Yəni burada ümumi parametrlərdir. Sonra nə bilim burada əgər buluddan istifadə edirsə, bulut yaddaşdan, onun yaddaşı və yaxud da bulut yaddaş götürə bilərsiniz. Sonra buradan belə deyək də cihazınızın nə deyirlər buna? Color mood nə deyirlər buna? Rəng rejimini dəyişə bilərsiniz. Yəni ki, hal-hazırda məndə light, yəni ağ sistemdədir. İstəsəz bunu tünd rejimə də, dark rejimə də keçirdə bilərsiniz. Yəni bu Home-da olan ümumidir. Amma bunlar haqqında daha ətraflı tənzimləmələr etmək üçün artıq siz aşağıdakı bölmələrə keçid etməlisiniz. Məsələn, sistem bölməsi ən vacib hissələrdən biridir. Yəni əsas əməliyyatlarımız bu sistemin içərisində yerləşir. Hansı ki, nə bilim, kompüterin səsi olsun, nə bilim, performansı olsun, cihaz haqqındakı məlumatlar olsun, hamısını biz buradan dəyişə bilərik. Display haqqında biz sizlə dünənki dərsimizdə danışmışdıq. Ona görə bunun üzərində qalmıram. Buradan, yəni ümumi bir də deyim ki, ekranın parlaqlığı olsun, çözünürlüyü, yəni əks etdirmə qabiliyyəti, gecə işığı rejimi, sonra ekranın orientasiyasını, sonra burada olan piktoqramların ölçüsünü və s. biz buradan displeyin içərisindən dəyişirik. Daha sonra sound vasitəsilə siz buradan səs parametrlərini tənzimləyirsiniz. Məsələn, səsin dərəcəsi, yəni yüksəkliyini seçə bilərsiniz. Daha sonra bəzi kompüterlər var, bunu dəstəkləyir. Nədir bu? Məsələn, deyək ki, mən onlayn dərs keçən bir müəlliməm. İstəyirəm ki, mən hər dəfə dərs danışanda mənim səsimi ətrafdakı kənar səslərdən təmizləyərək ötürsün. Yəni kənardakı səslər yox, birbaşa ancaq kompüterin mənim səsimi ötürsün. Amma bu bütün kompüterlərdə yox, bəzilərində dəstəklədiyi üçün, yəni belə bir aktiv funksiyamız da var. Yəni lazımlı bir şeydir. Sonra səs effektləri verə bilərsiniz. Səsin səviyyəsini buradan sounddan tənzimləmək olar. Daha sonra gəlir burada naviqasiya. Naviqasiyadan bildirişlərlə bağlı parametrlərdir. Məsəl üçün bildirişləri aktiv, deaktiv eləyə bilərsiniz ki, tutalım hər hansısa bir proqramdan gələn bildirişlər əks olunmusunmu ya yox. Məsələn, mən hər dəfə ekranda nə isə screenshot eləyəndə, kəsib götürəndə sağ tərəfdə, aşağıda onun bildirişi mənə snipping tool'dan gəlir. İstəsəm bunu passiv edib gəlməməsini də təmin edə bilərəm. Və burada gördüyünüz proqramlardan bildirişləri ala bilərsiniz. Daha sonra gəlir burada fokus. Bu diqqət rejimi üçündür. Hansı ki, məsələn, istəsəz bildirişləri müvəqqəti olaraq dayandıra bilərsiniz ki, məsələn, mən hal-hazırda kompüterdə dərs oxuyacağam. Tutalım 2 saat müddətində, həmin müddətdə məsələn, mənə heç bir bildiriş gəlməsin. Və bunu fokusdan sizin diqqətinizi tənzimləmək üçün istifadə edə bilərsiniz. Power bateriya adından da məlum olduğu kimi kompüterin bateriyası, yəni belə də zaretkası lori dildə. Buradan istifadəsinə baxmaq olar. Sonra enerji rejimi var burada, amma bunu çox da qurcalanmamağınızı məsləhət görürəm. Elə öz susmaya görə olan vəziyyəti belə deyək də məsləhətdir. Sonra storage var burada. Bu yaddaş məlumatlarına baxmaq üçündür. Disk yerini yoxlaya bilərsiniz. Müvəqqəti fayllar var burada. Temporary files. Bunu silə bilərsiniz ki, düzdür, elə də ciddi bir şey olmur, amma müəyyən qədər də yaddaşda yer açmaq olur. Daha sonra bu fayllarınızı nearby sharing, fayllarınızı yaxın məsafədə paylaşımını aparmaq üçündür. Sonra multi
multitasking nədir? Bu sizin ekranınızı belə deyək də bir neçə pəncərə boyunca bölməyiniz üçündür. Daha doğrusu pəncərədə bir neçə proqramınızı bölüb yerləşdirməyiniz üçündür. Daha sonra gəlir burada activation. Activation sizin Windowsunuzun belə deyək də aktivasiyasına baxmaq üçündür. Məsələn, normalda Windowsun aktivasiyası bitəndə siz çox bir funksiyaları buradan settingsdən istifadə edə bilmirsiniz. Ona görə də aktivasiyanı buradan yoxlaya bilərsiniz. Troubleshoot problemləri yoxlamaq üçündür. Əgər bir problem varsa, onu siz buradan aşkar edib. Məsələn, olur ki, bir də görürsünüz kompüterdən səs gəlmir. O zaman gəlib buradan yoxlaya bilərsiniz ki, bu troubleshootda. Burada nə problem var ki, bu kompüterdə məsələn səs gəlmir və mənim səsim niyə getmir? Buradan yoxlamaq olar. Recovery sistemi bərpa etmək üçündür. Yəni, sanki bir növ reset eləyir də, kompüteri əvvəlki vəziyyətinə bərpa eləyir. Daha sonra projecting əmri bu cihazınızı elə bir funksiyadır ki, siz öz cihazınızı başqa bir ekranda idarə edə bilərsiniz. Remote desktop uzaqdan istifadə üçün, uzaqdan belə deyək də kompüterin istifadəsini həyata keçirmək üçündür. Sonra clipboard bu bizim mübadilə buferimizdir. Hansı ki biz bilirik ki, bu müvəqqəti bir yaddaşdır. Nəyisə kopyalayanda və ya kəsəndə gəlir mübadilə buferinə düşür və siz buradan bu mübadilə buferini parametrlərini tənzimləyə bilərsiniz. Daha sonra görürsünüz nə qədər zəngin hissədir bu sistem. Əsas yəni o can alıcı hissə buradır. Daha sonra About-da sistem haqqında, kompüteriniz haqqında, cihazınız haqqında məlumatların alınması üçün istifadə olunan bir hissədir. Bluetooth device. Bu hissədən siz Bluetooth-unuzu aktiv-deaktiv edə bilərsiniz. Kompüterinizə müəyyən qurğuları qoşa bilərsiniz. Və yaxud deyək ki, printer, skaner almısınız, gətirib digər qurğuları da burayla əlaqələndirə bilərsiniz. Yəni, bir növ periferiya qurğularını qoşmaq üçün, sonra faylların belə deyək ki, göndərmək, qəbul etmək üçün və yaxud da deyək ki, öz qurğunuzla başqa qurğu arasında bir əlaqə yaratmaq istəyirsiniz. Onu buradan siz Bluetooth device-dan həyata keçirə bilərsiniz. Network internet adından da göründüyü kimi şəbəkə və internetlə bağlı olan parametrlərdir. Hansı ki, buradan Wi-Fi-yə qoşulmaq, VPN istifadəsi və yaxud da Wi-Fi paylamaq deyirlər. Hotspot edib Wi-Fi şəbəkəni də paylaya bilərsiniz. Sonra bağlantıya baxa bilərsiniz, uçuş rejiminə keçə bilərsiniz, hansı ki, şəbəkəni kəsmək üçün. Daha sonra personalization haqqında biz sizlə dünənki dərsimizdə danışdığımız üçün burada artıq əlavə olaraq danışmayacağım. Sadəcə bir dənə üstündən gedək ki, personalization ekranın fon şəkli, rəngi, sonra kilit ekranı olsun, sonra tapşırıqlar paneli, startın parametrləri hamısı buradan personalization-la dəyişir. Sonra şriftlər də personalization-la əlavə olunur. Apps proqramlardır. Buradan siz proqramların siyahısına baxa, lazım gəldikdə proqramları uninstall edib silə bilərsiniz. Daha sonra məsələn, danışaq burada sizlə account haqqında. Bu sizin Windows hesabınızla bağlı olan parametrlərdir. Buradan hesabınız, sonra hesabınızın qeydiyyatdan keçdiyi platformaları idarə edə bilərsiniz. Daha sonra time language bu kompüterinizin tarix və dilini dəyişmək üçün tənzimləyən, eyni zamanda region parametrlərini tənzimləyən bir hissədir. Gaming bölməsi desək ki, buradan girib mən oyun mu oynayıram? Bu oyun oynamaq kimi deməyək, oyun parametrlərini daha yaxşı səviyyəyə gətirmək üçün, tənzimləmək üçün istifadə olunan bir hissədir. Hansı ki, məsələn, bunu daha çox oyun oynayanlar daha yaxşı bilər ki, məsəl üçün, bu gamerlar, nə deyimsə, məsəl üçün, klaviaturada müəyyən düymə kombinasiyaları var ki, oyun oynayanda istifadə edirlər, dox düymələri olsun, nə bilim, müəyyən hərflər var. Onu artıq buradan gaming hissəsindən tənzimləmək olar.
Daha sonra accessibility hissəsindən siz bu daha çox belə deyək də fiziki məhdudiyyəti olan və yaxud da ki, müəyyən bir səbəblərdən dolayı müəyyən funksiyaları idarə edə bilməyən istifadəçilər üçün nəzərdə tutulmuş bir əmrlərdir. Hansı ki, məsələn, burada var magnifier, ekran böyüdücüsü, lupa gətirir ekrana. Sonra narrator var, oxuducu. Sonra mono audio var burada. Audionun növlərinin içərisində, hansı ki, bu da audio, yəni səs informasiyasından bağlıdır. Sonra on-screen keyboard var, ekran klaviaturası. Sonra recognition var, səsli tanıma. Sonra gözlə idarə etmə var, e-control. Yəni bu bir növ məhdudiyyət olan insanlar üçün kömək məqsədindən istifadə olunan bizim əmrlərimizdir. Sonra burada var privacy security. Bu məxfilik təhlükəsizliyi üçündür. Windows Update isə Windows'un yenilənmələrini, proqram təminatı yenilənmələrini eyni zamanda ən son versiyaya gətirmək üçün istifadə olunan əmrlərimizdir. Bu da oldu bizim settingsimiz. Buradan danışdıqlarımdan sizə qaranlıq qalan, başa düşülməyən bir hissə qaldımı?